pul xoşbəxtlik deyil. Bu gün bizim gənclər fokuslanırlar. Xarica gedək pul qazanaq. Paramızı biz storylərdə deyirik ki, Şanzelizedə otururuq, amma Fransada marketdən gəlib alırıq. Cənub bölgəsindəki insanlar daha gülər üzdür. Getsən Masallıya gülür adam, Lənkəranda gülür, Astarada gülür. Bölgələrimiz də özünə görə fərqli xüsusiyyətlərdən. Dedim, Əli Bayramında palatka toy olsaydı, bir Hindistanın oraya girsəydi, biz onu cırıqlayardıq. Ki, sən nə gəzsən burada? Qatar tanrısı var, dəmir yolu tanrısı var. Bəli, araşdırsaz görərsiniz. Biraz qaraqabaq milləti. Biraz xoşbəxtliyi unutmuşuq, başımız qarışıb ancaq başqa bir həyata. İnsanlar o qədər pis vəziyyətlərdə yaşayırlar, o qədər kiçik xəyallarla yaşayırlar. Heç xəyalları yoxdur. Əsəb boşdur, qırılmaq boşdur, ümidsizlik boşdur, ümidlənmək boşdur, hər şey boşdur. Həyatı sadəcə düzgün bir şəkildə yaşamaq lazımdır. İndi anam bunu izləyəcək, ana qorxma. Küçük falan, görmürsən, korsan, bəbəyin tökülsün. İndi onu gözləyirəm də. Yəni mənə desin, ingilis dilində də yaxşı bilmirəm ki, yəni tam onu qavrayım. Qabağımda bir xanım vardı, çöndü. Qayıt ki, siz xəstəsiz. Bir şoka düşdüm. Ürəyim sıxılır. Ətrafımla da əlaqəyə keçmədim. İstəyirəm sizinlə oturum söhbət eləyim. Onlar bir kofe içim sizdən. Deyəcəklər ki, bu geydir. Orada da legaldır, insanlar öz bədənlərini satırlar. Ola bilər, insanlar önyargılı yaxınlaşa bilərlər. Amma sonrasında özümüzü də sevdiririk. Pəncərəni açdı, belə pəncərədən çıxdı, qayıtdı dedi ki, f*** you. İşarə deyirlər ki, dəqiq olsun. Sənsən ha, bir ağac yox, sən. Birdən əsəb olsam, ağzımdan söyüş çıxsa, o gəlməyə deyəcək ki, cəmaatın anası başçısı var. İnsanların zəhləsi gedir, YouTube'da ara reklam çıxır. Biz ondan çörək qazandıq.